Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tebibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala Aliyin emiril müminin ve ala Fatıme'tiz Zahra ve ala'l Hasan ve'l Huseyn ve Ali ibn'l Huseyn ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve'l Hasan ibn Ali ve'l Huccetil Qaimil Mehdi. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات أوصيكم ونفسي بتقوى الله. Keçən xutbələrdə, ikinci xutbələrdə zikr haqqında danışırdıq. İnsanın öz fikrini idarə etməsi, zikr belə deyək, şəklində ifadə olunur. Yəni, zikir insanın düşüncəsini düzgün idarə etməsidir. Bugün də bu mövzunu davam etdirmək istəyirəm. Bir məsələni nəzərinizə çatdırmaq istəyirəm ki, Allahı yad etmək, fikri idarə etmək tam bizim ixtiyarımızda olan məsələ deyil. Allahı yad etmək üçün gərək Allah da istəsin ki, biz onu yad edək. Allah nəsib etsin ki, biz onu yad edək. Yəni, Allahı müxtəlif hadisələrdə yad etmək üçün biz Allahın özündən istəməliyik ki, bizə bunu nəsib eləsin. Allah özünü bizim yadımıza salsın. Biz ki, Allahı zikr edirik, ondan qabaq Allah bizi zikr edir. Allah bizi yad edir. Allah bizə tərəf üz çevirməsə, biz onu yada sala bilməliyik. Ona görə də Allah yadına düşəndə o dəqiqələri qənimət bil. Bil ki, bu məqam elə bir məqamdır ki, Allah mənə tərəf üz çevirib. Deməli, nəsə bir rəhmət nəzərində qərar tutmuşam. Hansı anlar ki, Allahı yad edirsən, o anın bir şirinliyi nədədir? Allah bu saat mənə xüsusi nəzərlə baxır bu anda. O anlar çox nurani anlardır. Onu gərək qənimət bilsin insan. Hədislərdə var, bəzi bəndələrimi o qədər məşğul eləyərəm ki, başı işə qarışar, mənə tərəf gələ bilməz. Adam var, görürsən, deyirsən ki, niyə meçidə gəlmirsən? Deyir, valla iş o qədər çoxdur ki. Bu bilmir ki, bunun başını qatan var. Elə bilir ki, meçiddə bekar var adamlar oturmalıdır. Meçidin gözəlliyi budur ki, bir adam işini saxlasın, getsin, ibadət eləsin və sonra qayıtsın işinə. Cümə surəsində də var. Ya eyyuhəl-ləzina amenu İzə nudiyə lis-salati min yevmil cumu'a fəs'av ilə zikrillah və zərul bəy'. Siz cümə günü namaza çağırıldığınız zaman Allahı yad etməyə tələsin və alışverişi buraxın. Alışverişi buraxın. Fəizə qudiyyətis-salat fəntəşiru fil-ərd və btəğu min fəzlillah. Elə ki, namazı bitirdiniz, yenə dağılışın ticarəti üzrə alacaq. Bir saat. Amma adam var, ona vaxt tapa bilmir. Vaxt tapa bilmir, Allah deyir, bəzilərindən xoşum gəlmir, imkan vermirəm mənə ya. Allah gərək səni yad eləsin ki, sənə fürsət versin ki, fəs'av ilə zikrillah, sən də Allahı yad etməyə tələsəsən. Zikrə vaxt ayırsan, vaxt bərəkətli olur. Təcrübədən keçirə bilərsiniz. Bəzən deyir, vaxtım yoxdur filan duanı eləməyə, ibadət eləməyə. Bir gün vaxtından ona ayır, görsən ki, həmin günün bərəkəti daha çoxdur, çox işə çatdırırsan. Zaman axı amansızdır, zaman çox amansızdır. Pulu artırıb azalda bilirsən, səhhəti, sağlamlığı artırıb azalda bilirsən. İdman eləyərsən, daha sağlam olarsan, həkimə gedərsən. Zaman belədir ki, sənin ixtiyarında deyil, o cəryan eləyir. Zamanı bərəkətli eləyə bilərsən. Hədislərdə var ki, zikr eləməklə, Allahı yad etməklə günün müəyyən hissələrində zamanına bərəkət qatırsan. Vaxtın bərəkətli olur. Həmin saatlardan daha yaxşı bəhrələnə bilirsən, istifadə edə bilirsən. Zikr hədislərdə var, ömrü uzadır. Kim ölümü çox yad eləsə, ömrü çox olar.
Qaydaq söhbətimizin əvvəlinə mən çox danışmayacağam, söz verdim ki, qısa danışacağam. Sözümüzün əvvəlinə qaydaq, o da bundan ibarətdir ki, Allah səni yad etməlidir ki, sən onu yad eləyəsən. Əhl-i Beyt də belədir. Bir adam görürsə, ne tez-tez Əhl-i Beytin qapısına gedir, o deməkdir ki, Allah ona, Əhl-i Beyt ona nəzər eləyir. Əhl-i Beyt özü dəvət edir. Mən tam qətiyyətlə and içə bilərəm, hər dəfə Kərbəlaya, Məşədə ziyarətə gedirsinizsə, bilin ki, onlar yad eləyib səni çağırıblar. Təkcə o mənada yox, gedənlər xüsusidir, qalanlar pisdir. O mənada yox. Bəzən ən pislərini də çağırırlar ki, şans versinlər, bəlkə adam olsun. Elə də olur. Odur ki, ziyarətə gedir. Amma hər halda, nə niyyətə özləri bilir, mən bilmirəm. Amma hər bir halda onlar nəzər eləməsə, mümkün deyil onların qapısına gedəsən. Mən çox yuxu danışmıram. Bəzən də, məsələn, 1 saat danışırsan, dəlil, məntiq, Quran ayəsi, hədis, bir dənə də yuxu danışırsan, deyirlər, filan kəs də yuxu danışır. Qardaş, söhbətin 80%, 90% başqa şeydir. Bir dəfə də Peyğəmbər də deyirdi ki, mübəşşirat yuxuya deyirdi. Deyirdi ki, bəşarət, səhər görüşəndə səhabələri ilə deyirdi ki, bəşarət verən bir şey gördünüzmü yuxuda? Bəzən Allah yuxuda insanları hidayət eləyir. Hüccət deyil, amma aşkar bəzən hidayət vasitələrindən biridir. Başqalarına hüccət deyil. Mən bunu bir yerdə görmüşəm, deyir 24 ildir nəzrim var idi ki, 24 il bilməm niyə nəzir eləyib. Məhz 24 il o mənim yadımdan çıxıb. Nə üçünsə məhz 24 il dalbadal deyib ki, mən İmam Rızanın ziyarətinə gedəcəm. Nəzrim qəbul olmuşdu. Deyir 24 il, hər il harda oluramsa olum, gəlirdim, özdə bir həkim danışır bunu. Bir ziyalı həkim adamdır. Deyir, harda oluramsa olum, gedirdim Məşədə İmam Rızanı ziyarət edirdim. 24 ilimi bitirdim, nəzrim qutardı, 25-ci il idi, deyir. Elə həmin vaxtlar idi ki, təxminən ziyarətə gedirdim, dedim, boynumdan götürülüb, yatdım, deyir, yuxuda hərəmi gördüm İmam Rızanın və İmam Rıza Aleyhisselamın özünü gördüm. Deyir, gördüm, həsrətlə baxır mənə, deyir, gəlmirsən bu il. Mən deyir, onda deyir, başa düşdüm ki, sən demə, biz çox mühüm imişik onlar üçün, biz öz qədrimizi bilmirik. Onlar çox fərqli yanaşır bizə. Deyir, durdum, ailəmi getdim, götürdüm. Özdə nəzrim də belə idi ki, məsələn, maşınla gedəcəm, təyyarə ilə getməyəcəm deyə qayda qoymuşdum özümə. Yığdım, deyir, getdim, başqa halla ziyarət elədim 25-ci dəfə. Başqa halla. Sən demə, hər dəfə çağırırmış, indi ki, nəzrim bitib da gəlmirsən, deyir. Sən demə, mənim üçün rəyləri darıxırmış. Biz, baxışımız belə deyil, biz belə tanısaq imamları, həyat bilirsiniz nə qədər şirin olar. Allahı belə tanısaq, Əhl-i Beyti belə tanısaq ki, bizə nəzər eləyirlər. Bunu mən sizə çox demişəm. Dedi, lə tənsini minət dua. Dedi, məni dualarımda unutma İmam Rıza'ya. İmam Rıza Aleyhisselam dedi, elə bilirsən, unuduram dualarımda səni. Dedi ki, yox, bilirəm, unutmazsınız, üzr istəyirəm sözümə görə. Dedi, yox, necə unutmuram səncə? Deyir, siz tərəfdarlarınızın hamısını dua edirsiniz də yəqin. Dedi, elə yox. Biz sizi tək-tək hamınızı dua edirik, tək-tək. Siz ah çəkəndə biz sizdən əvvəl ah çəkirik. Bəzlədi, necə olur, bir adam milyonla adamı necə dua edə bilər? Çünki imamət haqda mərifəti yoxdur. İmamın ruhu adi ruh deyil, onun ruhu çox əzəmətlidir, hamını sığışdıra bilir. Necə bir ata 5 oğlunu dua eləyər? 5 oğlunun eyni zamanda birinin şad günündə şad olur, birinin qəmli günündə, eyni vaxtda da düşəndə bir gözü gülür, bir gözü ağlayır. İmam da bax belə əzəmətli ruha sahibdir. Bizi görür, dəvət edir, lütf eləyir. Onlar lütf etməsə ayağımızı buradan oraya qoya bilmərik. Milyonla pulumuz olsa da, varımız da olsa, çağırmasa öldür özünü gedib çıxa bilməyəcəksən. Məşəddə yaşayan adamlar var, İmam Rızanı ziyarət eləməyib. İnanırsınız var. Məşəddə yaşayan adamlar. Gedib bir dəfə də İmam Rızanı mən görmüşəm, mən heç bir dəfə də oraya getməmişəm. Bunların hamısı əvvəl səni gərək yad etsinlər ki, sən də onları yad edə biləsən. Hər hansı bir ibadətdə, zikirdə, bir dərə yaxşı işdə bil ki, icazə verildi sənə. Və o icazəni Allahdan istəyəsən gərək, təmənna eləyəsən ki, sən məni yadıma sal ki, mən səni yadıma sala bilim. Sən məni yad et ki, mən də səni yad edə bilim. Hər bir şey Allahın iradəsi iləndir. Bax, təcrübə eləyin. Bir dəfə zöhr namazını gecikdirin. Bunu təcrübə eləmini birdən olsa. Bunu lazım deyil belə şeylər təcrübədən keçmək. Birdən olsa, məsələn, günorta namazını biraz gecikir. Ona peşman olmasan, istiğfar eləməsən, mütləq şam namazında gecikəcək. Mütləq gecikəcək. Hər bir şeydə bir qanun uyğunluğu var, Allahın iradəsi var.
Bir namazı gecikdirəcəksən, sonra peşman olmasan, üzrxahlıq etməsən, səhvi başa düşməsən, belə olmuş kimi üstündən keçib getsən, o buruna da təsir qoyacaq. Zəncirvari başlayacaq. Yəni hər şey Allahın iradəsinin altındadır. Allah müxtəlif vasitələrlə özünü bizim yadımıza salır. Müxtəlif vasitələrlə. Quran zikirdir. Peyğəmbər müzəkkirdir. Allah bizim yadımıza salır. Hadisələr elə. Bir dənə də söz var, mütəzəkkir. Bunu da deyib sözümü bitirirəm. Mütəzəkkir kimdir? O vaxt ki, onun yadına salırlar. Yəni, bir müxtəlif hadisələrlə Allah özünü onun yadına salanda, bu da yada salır. Adam var, nə qədər Allah çalışır, xeyri yoxdur. Yadına düşmür ki, düşmür. Bir söz haçan yadına düşür. Vəciə yevmə izin bi cəhənnəm. Deyir, onları bugün cəhənnəmə apararlar. Yevmə izin yetəzəkkərul insan. Onda yadına düşür. Ay Allah, bunlar var imiş hamısı. Və ennə ləhu zikra. Mənası nədir? O məqamda zikr eləməyin. Bəziləri qəbirdə Allahı yad edir, gecdir. Biri var idi, Quranda onun haqqında danışılır. Desəm biləcəksiniz, gözünün önündən pərdə çəkildi, canı çıxanda Allahı yad edir. Kim idi bilirsiniz? Firon idi. Canı çıxanda, pərdə çəkiləndə dedi, qəbul elədim. Ondan qəbul eləmədilər. Bilirsiniz niyə? Çünki vaxtında Allah Musa aleyhissalamla Harun aleyhissalamı göndərmişdi ki, özdə bilirsiniz necə? Heyran qalıram Allahın rəhmətinə. Və qula ləhu qavlən ləyyinən. Gedin Fironla mehriban danışın. 2 elçisini göndərir o zalimin ayağına. Deyir, gedin onunla mehriban danışın. Xoş danışın. Xoş danışın. Ləalləhu yetəzəkkəru əv yaxşa. Bəlkə Allah yadına düşə, bəlkə qorxa, bəlkə çəkinə. Bu qədər şeydən sonra yadına düşmədi. Can bura gəlib çıxanda ki, pərdə çəkildi. Dedi ki, hə, başa düşdüm, artıq gec idi. Başa düşdüm, gec idi. Quranda ayə var. Buyurur ki, hər bir Quran ayəsidir bu. Hər bir insana ildə 1-2 dəfə mərrətən əv mərrəteyn. Quranda ayədə belə yazılır. 2 dəfə ya 1 dəfə ağır, biraz çətin imtihan göndərərik. Biraz çətin imtihan göndərərik. Amma görürsən ki, imtihan hər şey imtihandır. Amma bir-ikisi görürsən çətin olar. Allah neyniyər, nə üçün bunu eləyər? Bunun üçün eləyər ki, özünü yadına salsın. Allah həmin ayədə buyurur ki, la yətubun və hum la yəzəkkərun. Yenə də qayıtmazlar və yenə Allah yadlarına düşməz. Xeyri yoxdur. Gedir yolla, Allah özünü yadına salmaq üçün bir hadisə çıxardır qabağına. Bu yenə də başqa şey fikirləşir. Gedir yolla, maşınını vurdular. Bu düşür taksirkar axtarmağa. Belə olsun, filan olsun, mənim maşınımı vuran. Düşür, dalaşır, vuruşur. Amma ki, başa düşmür ki, bunun arxasında Allah dayanıb. Məsələn, səbəb nə idi? Məsələn deyirəm, getməmişdən qabaq dedim, mən bu saat gedib filan işi həll eləyərəm. 2 dəqiqəyə həll eləyərəm. O mənim möhkəm demişdin, onun zərbəsi idi. Allah deyir, hadisə də çıxardıram, bəla da göndərirəm, müsibət də çəkir, yenə də görürsən ki, ayılmır, yadına salmır, Allah yadından çıxır. Odur ki, yad eləməyə zəmin çoxdur. İnsan gərək hər fürsətdə Allahı yad eləsin. Hədislərdə var, elə insanların yanına gedin ki, görmək onları Allaha yaduza salsın. Və bilirsiniz necədir, sözümü bitirirəm, bağışlayın. Övliyaların belə bir xüsusiyyəti var. Onlarla az çox tanış olanlar bilir ki, hər çatana hər şey dəqiqədə sözlə deməzlər. Ona görə yox ki, özlərini çəkirlər ki, sözləri yerə düşər. Bəzən çox nəsiyyət eləyəndə yükləyirsən qarşıdakını, o əməl eləmir, bəlaya düşür. Onlar ürək yandırır ki, onu əlavə bəlaya, müsibətə salmasınlar. Çox yaxın adamlar, Allaha yaxın adamlar, elə çatana hər şeyə irad bildirməzlər, sakit dayanarlar, amma onların həyatına baxırsan, onların vücuduna baxırsan, Allah sənin yadına düşür. Bir onlardan birinin oğlu atasına dedi ki, sən arif adamsan, övliyasan, cəmaat sənin görüşüvə gəlir, səndən istifadə edir, bəhrələnir. Mən sənin evin içindəyəm, mənə bir şey öyrət, bir zikirdən, duadan, bir əməldən öyrət ki, mən də bir yerə gedim çatımda, mən də sənin oğlunam. Heç vaxt bir söz demirsən mənə. Dedi ki, get filan kəsin yanına, başqa bir arifin yanına göndərdi məni. İkisinin də bəlkə adını eşitmiş, adlarını çəkməyə ehtiyac yoxdur. Deyir, getdim onun yanına. Onun yanına getdim, dedim, bəs atam göndərib məni sizin yanınıza.
Yox, heç nə demədim, heç nə demədim. Dedim, mənə zikirdən, duadan, nəsihətdən, filandan. Deyir, mən heç nə deməmiş, dedi ki, ged elə o kəsin yanına ki, o səni bura göndərib. Deyir, qayıtdım, atama dedim ki, bu belə deyir. Deyir, güldü, dedi ki, o da deyəsən başa düşüb ki, səndən adam olmayacaq. O da deyəsən başa düşüb ki, sən sözlə düzələn deyil, zarafat deyir elədi. Yəni deyir, bir ömür bununla bir evdə yaşadım, atamdır. Görsən, biz iki dərə əməl eləyəndə hamının gözünü çıxardırıq. O elə eləmirdi. Namaza dururdu, bəzi ariflərdən oxumuşam. Oğlu, gəlini, qızı namazını qəzaya qoyurdu. Demirdi ki, niyə namaz uzu qəzaya qoyur? Bir dənə deyirdi ki, zöhürdən qabaq sübhün qəzasını qılın ki, qalmasın. Yəni, insanlar var ki, böyük adamlardır, onların vücudu zikirdir, varlığı zikirdir, sözə də çox ehtiyac yoxdur. O insanlarla görüşün, o insanların görüşünə gedin və belə məclislərə ki, Allah hamımızın yadımıza düşür. Peyğəmbər buyurur ki, İrtəu fi riyazil cənnə, cənnət bağlarına doğru tələsin. O yerlər ki, Allah sizin yadınıza düşür. Və zikrin əhəmiyyəti o qədər böyüdür ki, o məclisləri Peyğəmbər cənnət bağlarından bir bağ adlandırır. Allahümme inna nes'aluke ve ned'uk bismikel azimil a'zam el a'azzil ecellil ekrem ve bil Hüseyni ya Allah 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. İlahi, bu danışılan sözləri həm danışanın, həm eşidənlərin qəlbində təsir elə. İlahi, bizi eşitdiyimizə, danışdığımıza əməl eləyənlərdən qərar ver. Bizdən dua istəyənlər, iltiması dua eləyənlərin hamısının hacətlərini rəva elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifayı acil mərhəmət elə. Hər kimin nə hacəti var, nə dərdi var, dərdin götürüb sənin qapıva, sənin evvə gəlib, bu günün hörmətinə bizi öz evindən əli boş namid yola salma. İşğal altında olan torpaqlarımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqların azadlığı üçün canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Torpaqlarımızın keşiyində düşmənlə üzzə dayanan əskər zabitlərimizi, ordumuzu ağla gələn, gəlməyən bəlalardan hifz elə. İlahi, verdiyin neymətləri əlimizdən alma. Ailəmizdən, nəslimizdən, övladlarımızdan əli düşməni, əhl-i beyt düşməni qərar vermə. Ömrümüzün axırınacan bizə halal bir-minnət ruzu mərhəmət elə. Verdiyin ruzunu sənin dininin yolunda, sənin razılığın yolunda sərf eləməyi bizə qismət elə. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı elə. Ağamızın zuhurunu tez elə.